saçan sehirbazı. Onun əməliyyat otağı gecə işığında parıldayır. Çünki o əlindəki alətlərlə möcüzələr yaradır. Missiyası gözəl gülümsəmələr və mükəmməl çənələr yaratmaqdır. Əlbəttə ki, söhbət implant klinikasının baş həkimi Dr. Rəşad Abuşov'dan gelir. Doktor, bayramınız mübarək. Hər yerdə olduğu kimi mənə istirayət də yox. Yeni ildə hamını təbrik edirəm. Qarşıdan gələn ili proqnozlar ağır göstərir, amma hamınıza sağlamlıq arzu edirəm. Hamınıza xoşbəxtlik arzu edirəm. Bol bərəkət arzu edirəm ki, biz o çətinliklərdən uğurla çıxa bilərik. Əsas odur ki, insana həmişə xoşbəxtliyi arzu edir. Hər bir insan xoşbəxtliyi bir şeydə görür. Amma vallahi xoşbəxtlik sözü nisbi sözdür. Əlimizdəkilərlə xoşbəxt olmağı bacarmalıyıq. Əlimizdə nə varsa, ondan gözəli yoxdur. Onun qədrini bilməliyik və onunla xoşbəxt olmağı bacarmalıyıq. Onları itirəndə biz onun qədrini bilirik. Ona görə də bu günləri burada sağlam candan çörək yeyə bilirsinizsə, öz dostlarınızla, öz həkim yoldaşlarınızla, kollektivinlə deyib gülə bilirsiniz və bunlar edirsə, bundan gözəl xoşbəxtlik yoxdur. Sizə hamınıza ancaq onu arzulayıram ki, ürəyincə yaşayasınız, deyib güləsiniz, neyim, necəm, nə edim deməyəsiniz. Hamınızı bir daha təbrik edirəm, hamınıza xoşbəxtlik və ailə saadəti və can sağlığı arzu edirəm. Çox sağ olun doktor. Məncə kollektiv oynamağa başlamalıdır, düzdür?